oruç tutan adam çalışmalıdır orucun savabını azaltmaya. Orucun savabı təbii ki azala bilər. Nə vaxt orucun savabı azalır? Əgər insan başlayır günah eləməyə, oruc vaxt. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim yalanı və ona aparan əməlləri tərk eləməsə, Allaha görə o qulun yeməyini, içməyi, şəhvətini tərk eləməyə ehtiyacı yoxdur Allahın onun bu əməlinə. Oruç tutan adam yalan danışsa, söysə, qeybət eləsə, nəmmamlıq eləsə, böhtan atsa, pis sözlər danışsa və s. Bunlar hamısı oruç tutan orucunun əcrini azaldır. Hətta batil eləyə bilər, əgər çoxalsa. Ona görə oruç tutan adam elə başa düşməsin ki, bir dənə yeyib içməyi, şəhvəti tərk eləməkdir gün çıxandan gün batanacaq. Yəni dilə də fikir vermək lazımdır, gözə də, qulağa da, bütün əzalara. Böyük günahlar orucun savabını azaldır. Qeybət də, nəmmamlıq da, söyüş də, bunlar hamısı böyük günahlardandır.